Burada məktəbi qurtarmışam, burada bitirmişəm. Ona görə biraz danışığımda hiss edə bilərsiniz. Çətinlik çəkirəm. Amma çalışıram ki, öz ana dilimdə danışam. Bəziləri yorumlarda suallar verir, elə yorumları saxlamıram, silirəm. Sualları bundan ibarətdir ki, yoldaşın nə yaxşı icazə verir videolar çəkməyə, paylaşmağa. Birisi yazmışdı, hətta mənim bacım belə, qapı qonşuyuq, mən heç qoymuram bacımgilə getməyə. Buradan elə kişilərə səslənirəm ki, birincisi mənim səhifəm kişilər üçün deyil, qızlar üçündür. Mənim səhifəmdə nə gəzirsiniz? İkincisi, sizi kimi kişilər qadınlarınıza çox şey icazə verməyib, kənar yerdə çox işlər görənlərsiniz. Bu. Belə. Mağazına girmişdim. Dünənlərim İsa-la İmrana dərs belə bir əqqat götürdüm. İsa'nın 2 ayağına böyük oldu. Razmerində giyinməyə hasan da olsun deyə biraz böyük götürdüm. O da böyük oldu. Tez-tez ayağım çıxırdı. Gəldim, dəyişdirdim. Düzdür, yerimir deyə ayağın altını batırmamışdı. Ona görə gəldim, dəyişdirdim. Yəqin ki, bu olar. Və bu da bunu qeyd etmək istəyirəm ki, mən də ailə quranda çox qısqanclıq olurdu. Çölə çıxma, açıq, belə müzakirələr olurdu. WhatsApp çıxan vaxtı WhatsApp işlətmə, telefona WhatsApp-a ekranın şəklini qoyma. Belə şeylər çox olurdu. Amma vaxt ötdükcə, yaş ötdükcə artıq bu yayı 17 il edir ki, ailəliyəm. Yəni biz o yaşda deyilik ki, bir-birimizi qısqanaq və mən o yaşda deyirəm ki, kimdənsə də nəsə icazə alam ki, olar mı bunu edim, bunu etməyim. Artıq 36 yaşındayam, yəni böyük bir insanam. Öz ağlımla bilirəm necə istifadə etmək lazımdır. Instagramı da, YouTube'u da, TikTok'u da. Baxan görür, nə vəziyyətdədir mənim videolarım, nəyə aiddir mənim videolarım. Belə paylaşımlardan hər şey aydındır ki, sırf nəyə aiddir videolar. O siz dediğiniz qızlar başqa bir qızlardır, başqa bir paylaşımlar üçün qızlardır. Başa düşürəm nə demək istədiyinizi. Amma mənim videolarımdan neçə ildir hamı bilir ki, videolarımda artıq əksik heç bir şey yoxdur. Nə giyimimdə, nə danışığımda, nə videolarımda. Vaxt var idi, Instagram çıxanda hər kəsdən birinci Instagramı mən işlətmişəm. Belə deyə, hər kəsdən birinci deyəndə mən sırf Qaracəmiliyə aid deyirəm. Amma indi baxıram ki, maşallah hamının Instagram səhifəsi də var. Yəni zamanə dəyişir, dövr dəyişir, biraz düşüncənizi dəyişin.